Başladı. Salam, xoş gördük. Hamımızın sabahı xeyir olsun. Bugün mən Rövşən Aslanoğlu sizə TN şirkətin məhsulları hesabına orqanizm material mübadiləsinin normallaşdırılması, detoksifikasiya, yəni toksinlərin orqanizmdən çıxarılmasının əyani canlı göstərəcəm. Gördüyünüz bu maddə yod maddəsidir. Mən suya yod damızdırıram. Və yodun rənginin qırmızı və tün qırmızı olduğunu bilirsiniz. Və yodun rəngi necə oldu? Dəyişdi, daha da suyun rəngi dəyişdi. Bu yodun hesabına dəyişdi, düzdür? Hesab edin ki, orqanizmanıza hər gün nəsə yeyirsiniz də, fast food yeməyi yeyirsiniz, ət yeyirsiniz, hər hansı bir marqarindən hazırlanmış bir şirniyyat yeyirsiniz də, bədəninizdə belə bir çirklənmə baş verirmi? Verir. Götürürəm TN şirkətinin 2 məhsulluq, İkan məhsuludur bu kapsula. Tökürəm suyun içərisinə. İkan beta-karotin və kinostemmanın ağzına. 2 kapsulasın. İndi suyun həcminə görə kapsulanı artıra da bilərik. Ümumiyyətlə, İkanı gün ərzində 6 kapsuladan çox qəbul etmək olar. 2 kapsula səhər gün otaracaq yeməkdən öncə və ya da 1 saat sonra. 2 kapsulada xitazan məhsulu tökürəm. Xitazan daha güclüdür və çoxdur ərzimə. 85% bu maddənin tərkibində xitazan var. 15% də xitin var. Və suyu qarışdırmağa başlayırıq. Suyun rəngi dəyişdi mi dostlar? Dəyişirmi? Bax, TN şirkətinin məhsulu bu deməkdir. Bədənə gələn kraskalar, rənglər, kolalar, pepsilər, fantalar, ətlər, ətdə olan xüsusi rəngli maddələr, sizin orqanizminizə ilə çirkləndirilmiş yod kimi. Biz nə elədik? Cəmi 2 kapsula xitazan və İkan hesabına sizin qanınızı təmizlədi, çirkli qanı təmizlədi. Toksinlər getdimi? Getdi Lalə xanım. Və bu toksin beyində də oturanda nə olur? İnsanların psixologiyasında toksinlər oturur, beynində oturur, orqanizm nə olur? Nə qədər çox qarşılasın, nə qədər təmizlənəcək. Faktorda dəyişdi, baxa bilərsiniz. Və ya ki, suyun rəngi ilə ikisinin rəngində qoya bilərsiniz, çəkimi qoya bilərsiniz.